Deməli, mən Bakıdaydım və düşündüm ki, Gürcüstandan Eurovision'a nədən də olmasın bir Azərbaycanlı da çıxış edilə bilər orada. Və əlbəttə ki, məni də ora dəvət elədilər. Mən getdim, birinci mərhələni gözəl keçdim. Və birinci mərhələni keçəndə orada biz müsiflərlə oturduq və bütün şeylərə baxdıq da, yəni ki, mənim çıxışlarıma, mən nə edə bilərəm, nəylərə qadirəm və s. Və ondan sonra onlar orada bilirdilər ki, mən Azərbaycanca ifa edirəm, Gürcücə bilmirəm, onun hamısını bilirdilər. Və ondan sonra məni ikinci mərhələyə dəvət edədilər 2 həftə sonra və ikinci mərhələdəki çıxışımı da ki, özünüz, yəni bütün tamaşaçılar izlədi. Hətta orada bəlkə də bir 15 dəqiqəsini kəsibdilər bizim danışığımızın. Çox mənə güvənərək danışıqlar gedibdi. Zaten bəzi yerlərdə də qalıbdı, baxıbsınız. Və mənə orada qızıl kartdı, yəni ki, keçid olaraq bir şey verdilər ki, sən artıq bir şans daha yenə verdik sənə. Və o şansı mənim efirə gedən günü, deməli, ayın 5-də getdi, axşam saatlarında. Demək olar ki, 2 gün sonra 7-sində mənə zəng vuruldu. Mənə zəng vuruldu ki, sən keçid eləmədin. Sadəcə olaraq sən keçmədin. Səbəbi nədir? Heç kim üçün mənə demədi. Ondan sonra bəzi insanlar mənə dedi ki, güya ki, 45 nəfərin içərisindən 10 nəfər seçibdilər özləri. Amma belə bir şey dünyada heç bir yerdə yoxdur. Yəni, mən çox müsabiqələrdə olmuşam, elə bir şey yoxdur, yəni tarixdə yoxdur. Bizim üçün də çox maraqlıdır. Bəli, çünki müsabiqənin ümumiyyətlə qaydasında belə bir şeyin olub-olmaması təbii. Orada bir çıxışa bütün tamaşaçılardan xahiş edirəm bir daha. Saat yarımlıq çıxış var YouTube-da. Ona bir baxsınlar. Orada bəzi insanlar çıxış edəndən sonra keçmədi. Təəssüf elədilər, keçmədi. Mən düşünürəm ki, mənimlə onun arasındakı fərqi nədir? Düşünün ki, orada bir dənə oğlan var, çıxır, heç bir şey durmur, beləcə dayanıb və ortada bir dənə tekila söz deyir. Gülürlər, eləyirlər, onu keçirirlər mərhələdən. Yəni, mənlə onun arasındakı fərq nə olur? Deməli, biz orada bir dənə müqavilə imzalananda, orada belə bir şey yazılmışdı ki, belə bir maddə yazılmışdı ki, əgər mən bu mərhələni keçməsəm, ola bilsin ki, məni heç efirə verməyə də bilərlər. Onda mən o məsələ ona şikayətlanmamalıyam. Amma keçmişəmsə də məni göstərməlidir və əlbəttə ki, mən keçdim və yüksək səviyyədə keçdim və məni gördük ki, məsələn, göstərdilər, həm necə məni təriflədilər jüri tərəfindən. Mənə yandı, mənim üçün, bax, mən sadəcə o nəyi istəyirdim bilmək. Məni keçirməyə bilərdilər, normaldır. Məni kimi bir neçə nəfər də, əgər onların sözündə keçirməklərsə, o da normaldır. Amma ki, bizi çağırmalıydılar. Düzülməliydik biz, bir də ifa eləməliydik ki, biz deyiblər axı, sizə bir də şans vermişik. Və o şansda mən Gürcə mahnı hazırlamışam, mən təzə mahnı almışam, mahnımı üzrə işləmişəm. Mən o mahnını ifa elə bilərdim və deyə bilərdilər ki, sən bizim format deyilsən, təəssüflər olsun, sən keçmirsən. Buna mən heç bir zaman nə qıcıqlanmazdım, nə heç bir şey diləməzdim. Amma ki, belə yox ki, bir dənə hər hansısa bir insan zəng vurur mənə, özü barəsində heç bir məlumat da vermir. Sadəcə olaraq deyir ki, mən sizə filan şovdan zəng vurmuşam, mənə deyilən məlumatı sizə bildirməliyəm ki, siz keçmədiniz bu mərhələni. Hansı mərhələni? Necə keçmədim? Necə siz 10-luq keçirdiniz? Yəni, heç bir şeydən məlumatım yoxdur. Və ondan sonra mən bir də zəng vurdum, götürmədilər telefonu, bəzi insanlara zəng vurdum, onlar araşdırırlar, dedilər və hamıya bir dənə belə söz dedilər. Bəzilərinə dedilər ki, yüzlərlə iştirakçının arasından NATO-yu seçdik və sonra seçə bilmədik. Bəzilərinə dedilər, 45 nəfər arasından seçdik. Yəni, bir adam düzgün bir məlumat verə bilmədi. Yəni, mən bilirəm ki, onların heç bir dənə sözləri də yoxdur. Çünki elə bir şey olmur. Yoxdur elə bir müsabiqə ki, o müsabiqədə sən çıxış edirsən, sənə verirlər mərhələ, vizitini kartı, sən keçdin və ondan sonra sənə zəng edir, sən keçmədin. Bax, bunu demək istəyirəm.